İmam Sadiq məclisə oturmuşdu. Məclisə oturanda ətrafında 7 dənə sahabə var idi. İmam Sadiq sahabələrə sual verdi. Dedi ki, Peyğəmbərin bizi gətirdiklərində ən vacib əməl nədir? Müfəzzəl qalxdı ayağa. Dedi ki, olar mən deyim? Dedi ki, bəlidir. Dedi ki, yəbnə Rəsulullah, Peyğəmbərin bizə ən gətirdiyi vacib şey namazdır. İmam Sadiq dedi ki, otur, sən səhv deyirsən. Dedi ki, səhv deyirəm, dedi ki, bəli. Dedi, niyə? Dedi ki, namazın üzürlü səbəbi var. Dedi ki, bəli var. Dedi, nədir üzürlü səbəbi? Dedi, məsəl üçün bir insan əgər yola çıxıbsa qəsr qılmalıdır və yaxud da bir insan xəstədirsə oturaq qılmalıdır və s. bu cür dəlillər gətirdi. Ondan sonra ikinci nəfər qalxdı. Dedi ki, ağa mən deyə bilərəm, dedi. Dedi ki, ağacım, Peyğəmbərin bizə gətirdiyi ən vacib əməllərdən ən üstünü oruç tutmaqdır, orucdur. İmam Sadiq baxdı, dedi ki, sən də səhv deyirsən. Çünki orucun da üzrü səbəbi var. Bir şəxs xəstədirsə, oruç tutmaq ona haramdır, olmaz. Biri qalxdı, dedi, zəkatdır. Biri dedi, xümüsdür. Axırda İmam Sadiq baxdı, dedi ki, Peyğəmbərin bizə gətirdiyi əməllərin ən vacibi vilayətdir. Əgər vilayət olmasa, sənin nə namazın qəbuldur, nə sənin orucun qəbuldur, nə sənin verdiyin zəkat qəbuldur, heç biri qəbul deyil. Çünki Allah İmam Əli əleyhissalamın vilayətində heç bir üzr qoymayıb. Heç bir üzr yox ki, sən İmam Əli əleyhissalamın vilayətini qəbul eləməyəsən. Bunda heç bir üzr yoxdur.